Əziz şagirdlər, bu videoda TDV Bakı Türk Liseyinin 5-ci siniflər üçün keçirilmiş qəbul imtahanında Azərbaycan tarixi fənnindən təqdim olunan sualların doğru cavablarını və qısa izahlarını birlikdə nəzərdən keçirəcək. 76 sayılı sualdan başlayaq. Qaraqoyunlu dövlətində alimlər, şairlər, rəssamlar və memarlar dövlət himayəsinə götürülmüşdür. Nəticədə Qaraqoyunlu dövlətində elm, təhsil və memarlıq sahəsində bir sıra uğurlar əldə edilmişdir. Qaraqoyunlu dövlətində mətndə bəhs olunan sahələrin inkişafına xidmət edirdi. Yəni, bu verilən mətnə əsasən Qaraqoyunlu dövlətinin mədəniyyətindəki inkişafın səbəbini soruşur, səbəblərindən birini və ya bir neçəsini soruşur. Cavablara baxırıq. Əmir Teymurun yürüyüşünün qarşısının alınması. Əlbəttə ki, bunun deməli, Əmir Teymur ümumiyyətlə Qaraqoyunlu dövlətindən əvvəl Qara Yusiflə mübarizə apardığına görə və ümumiyyətlə bunun mədəniyyətə aidiyyəti olmadığı üçün bunu çıxırıq. Təbrizdə Göy məscidinin inşa edilməsi, bəli, cavab budur. 2. Elatlardan ibarət süvari və piyada hərbi dəstələrin yaradılması, bu da hərbi məsələdir. Xristian kilsəsinin vergilərdən azad edilməsi, bu da iqtisadi məsələdir, sosial-iqtisadi məsələdir. Ona görə də burada 2, yalnız 2, B cavabı doğru cavabdır. 77 sayılı sual, deməli, uyğunluğu müəyyən edin. Böyük Səlcuq imperiyası və Atabəylər dövlətinin birincidə oxşar cəhətləri, ikincisidə də fərqli cəhətləri müəyyən etməliyik. Oxşar cəhətlərdə aşağıda yazılıb A. Oğuz türklərinin qurduğu dövlət idi. Xeyr. Səlcuq dövləti Oğuz türklərinin qurduğu dövlət olsa da Atabəylər bilirsiniz ki, Qıpçaq türkü tərəfindən yaradılıb. Bu artıq oxşar yox, fərqli cəhət olur. Bizans imperiyası ilə həmsərhəd olmaq, bilirsiniz ki, Böyük Səlcuq imperiyasına aid Atabəylərə aid deyil. Burada qalır C cavabı doğru cavab. Bəli, hər ikisi Azərbaycan torpaqlarını vahid dövlətin tərkibində birləşdirmişdir. Bir C olur. Görürsünüz burada zaten Y-də yoxdur, C-də yoxdur. Ondan sonra bu bir cavablardadır. B də zaten burada səhv olduğuna görə A-nı da silirik. A-da görürsünüz burada, A-nı da burada. Ondan sonra cavab burada nə qalır? B cavabı qalır. 2-də də BC olacaq. Bir də baxaq. Fərqli cəhətlər nədir? Şirvanşahlar dövlətini asılı hala salmaq bu oxşarlıqdır, bilirsiniz. Ona görə bunu da silirik. Bəli, BC də fərqli cəhətlərdir. Belə ki, Mərkəzi Asiyada geniş ərazilərə sahib olmuşdu Böyük Səlcuq imperiyası. Atabəylər yox. Avropa ölkələrinin hücumu nəticəsində zəifləmişdi. Deməli, Böyük Səlcuq imperiyası, bunun yeni Atabəylərə aidiyyəti yoxdur. Ona görə cavab burada 1C, 2BC, yəni B cavabı doğru cavabdır. Davam edirik. 78 sayılı sual. Hadisə nəticə əlaqəsinə əsasən uyğunluğu müəyyən edin. Deməli, A cavabında deyilir ki, tuncun əldə edilməsi nəticəsində ilk bəzək əşyalarının hazırlandı. Xeyr, ondan əvvəl də daş dövründə də artıq bəzək əşyaları hazırlanırdı. Bu səhvdir. Ox və kamanın ixtira edilməsi nəticəsində ovçuluğun əsası mı qoyuldu? Xeyr, ovçuluq daha da inkişaf etdi. Bu da səhvdir. Dəmirin kəşf edilməsi nəticəsində metaldan ilk əmək alətləri hazırlandı. Xeyr. Bilirsiniz ki, ilk metal alətlər misdən hazırlanıb. Ona görə də bu səhv cavabdır. İstehsal təsərrüfatının yaranması nəticəsində daş dövründə nəticədə insanlar oturaq həyata keçdimi? Bəli, bunu bilirsiniz siz ki, burada doğru cavabında deməli D olur. Çünki istehsal təsərrüfatı, yəni ki, əkinçilik, maldarlıq, sənətkarlıq nəzərdə tutulur. Bunlar yaranmalıdır ki, insanlar artıq oturaq həyata keçsin, xüsusilə də əkinçilik və sonra da kənd yaşayış tipli məskənlər yaransın və beləliklə insanlar, bir daha deyirik, oturaq həyata keçə bilsin. Y cavabı da səhvdir, bəli, çünki tayfaların yaranması tunc dövründədir. İnsanların birgə yaşamağa başlaması da elə daş dövrünün əvvəllərindən var. İlk insanlar belə birgə yaşamışdılar. Məsələn, Azıq mağarasının özündə də bu haqda məlumat verilir. Davam edirik. 79 sayılı sual. Azərbaycan 9-10-cu əsr tarixinə, 9 və 10-cu əsr tarixinə aid ümumi cəhət. Yəni, elə olmalıdır ki, həm 9 həm 10-cu əsrə aid olsun. Biz burada cavab olaraq A-nı götürməliyik. Çünki 9-cu əsrdə Xürrəmlər hərəkatını nəzərdə tuturuq. Xürrəmlər üsyanını, Babəkin üsyanını nəzərdə tuturuq. Ərəb xilafətinə qarşı olub. 10-cu əsrdə də bilirsiniz ki, Yusif Sacıoğlu mövzusunda orada deyir ki, Yusif Sacıoğlunu Ərəb xəlifəsi məcbur oldu ki, zindandan azad eləsin. Çünki Azərbaycan və qonşu ərazilərdə üsyanlar baş verirdi və xəlifə bunları yatırmaqda çətinlik çəkirdi. Ona görə də o şərtlə Yusif Sacıoğlunu azad eləyir. O da gəlir, həmən üsyanların bir hissəsini yatırır. Dolayısıyla burada cavab A-dır. Digər cavablar yanlış cavablardır. İlk Oğuz məskənlərinin yaranması 7-ci əsr kimi götürsək, türk dilinin ortaq ünsiyyət vasitəsinə çevrilməsi 11-ci əsr nəzərdə tutulur. Ərəb xilafəti ilə Xəzər xalqınlığı arasında mübarizə meydanına çevrilməsi bu 7-ci əsrdir. Təbriz şəhərinin Ərəb vadilərinin paytaxtına çevrilməsi ilə 10-cu əsrdir. Davam edirik. 80 sayılı sual. Azərbaycan Xalq Cümhuriyyətinin tədbirlərinə aid yanlış fikri müəyyən edin. Xüsusi mülkiyyətin kütləvi şəkildə ləğv edilməsi. Xeyr, elə bu yanlış fikirdir. Niyə? Çünki bu Sovet dövrünə aid bir ifadədir. Xüsusi mülkiyyətə qarşı idi Sovet hökuməti, bilirsiniz. Ona görə Cümhuriyyətdə belə bir şey yoxdur. Amma digər ifadələr təbii ki, ana dilində icbari təhsildir, qadınlara seçki hüququn verilməsidir, ölkə iqtisadiyyatının canlandırılmasıdır, milli ordunun yaradılmasıdır. Bunlar hamısı Cümhuriyyətimizə aid tədbirlər sayılır.
81 sayılı suala gəlirik. Cədvələ əsasən Ağqoyunlu dövlətinin 15-ci əsrdə həyata keçirdiyi xarici siyasətə aid uyğunluğu müəyyən edin. 15-ci əsrə aid və Ağqoyunlu dövləti. Yəni bu məqamlara fikir verməliydik biz. Bir də deyilir ki, müəyyən müddət müttəfiq olduğu dövlət və ya dövlətlər. Dövlət və ya dövlətlər. Burada diqqətli olmalısınız. Bir dövlət də ola bilər, bir neçə dövlət də ola bilər. Baxırıq 15-ci əsrdə Qaraqoyunlu dövləti ilə zaten eyni anda ola bilməz. Bilirsiniz ki, Qaraqoyunlu dövləti süqut eləməlidir ki, Ağqoyunlu dövləti yaransın. Cəlalilər də Qaraqoyunludan əvvəl olduğuna görə bunları çıxırıq. Bəli, burada qalır Şirvanşahlar. Bilirsiniz ki, Ağqoyunlu dövləti Şirvanşahlarla müttəfiq olub. Bir deməli A olur və BC-ni çıxırıq. BC-ni görürsünüz, bax buradan mən çıxıram bu şəkildə. BC-ni çıxıram. BC-ni çıxanda görürsünüz, burada nə qalır? AC var. Burada bir dənə burada A qalır, 1A. Artıq demək olar ki, yolun yarısını qət elədim. Digər davamına baxıram. 2. Müəyyən müddət müharibə apardığı dövlət və ya dövlətlər. Burada da Səfəvi dövləti ola bilməz, çünki 15-ci əsr deyil. Bilirsiniz ki, Səfəvilər dövləti 16-cı əsrdə yaranıb. Osmanlı ilə müharibə apardığı dövlət ola bilər, 2-ci Mehmetlə. 2B zaten cavab budur. C də olmaz, çünki Venesiya ilə də ittifaq bağlayıb Ağqoyunlu dövləti. Burada cavab C-dir. Davam edirik. 82 sayılı sual. Azərbaycan Respublikasının 21-ci əsr tarixinə aid olmayan hadisəni müəyyən edin. Yəni, burada verilən hadisə və ya yanlış ola bilər və yaxud da ki, 20-ci əsrə aid hadisə olacaq ki, biz onu tapmalıyıq. Deməli, UNESCO təşkilatı ilə əməkdaşlıq edilməsi, bilirsiniz ki, Vətən müharibəsinə qədər əməkdaşlıq edilib və Mehriban xanım da xoşməramlı səfir olub eyni zamanda. Amma Vətən müharibəsindən sonra Qarabağa səfər etmədikləri üçün, bilirsiniz ki, oradan istefa verib. Ona görə də bunu aid olan bir məsələdir. Şuşa şəhərinə aparılan zəfər yolunun çəkilməsi baş verib. Qarabağ Dirçəliş Fondu baş verib. Təbii ki, beynəlxalq təşkilatlara üzv olmağa başlamaq və bu doğru cavabdır zaten. Türkiyə ilə dostluq münasibətlərinin inkişaf etdirilməsi də təbii ki, 21-ci əsrdə var. Çünki o beynəlxalq layihələrin həyata keçirilməsi bunların hamısı deməli 21-ci əsrdir və eyni zamanda bilirsiniz ki, Qarabağ müharibəsində Azərbaycana hərbi və maddi yardım etdiyi üçün əlbəttə ki, Türkiyə ilə Azərbaycanın ciddi şəkildə dostluq əlaqələri 21-ci əsrdə neyniyib, inkişaf edib. Burada cavab bir daha deyirik. Cavab 7. Beynəlxalq təşkilatlara üzv olmağa başlamaq. Bəli. Bilirsiniz ki, 1992-ci ildə, yəni 90-cı illərin əvvəllərində ilk dəfə orada BMT üzv olma məsələsi var. O da beynəlxalq təşkilat sayılır. Ona görə də burada Y olmalıydı. 83 sayılı sual. Vətənpərvər ziyalılarımızın fəaliyyəti nəticəsində 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycanda bunların hamısına fikir verməliyik. Baş vermiş hadisələri seçməliyik. Opera sənətinə əsasın qoyulması 1908-ci il bilirsiniz ki, 20-ci əsrin əvvəlləridir. Yeni tipli məktəblərin açılmasını götürməliyik. 19-cu əsrin ikinci yarısında yenilik mədəniyyətimizdə yeniliklərdən biri bilirsiniz ki, yeni tipli məktəblərdir. Ondan sonra deməli kitabxanalar, kütləvi kitabxanaların açılmasıdır. Milli mətbuat və milli teatr. Digərlərinə baxırıq. Musiqili komediya janrında ilk əsərlərin yazılması. Bu da 20-ci əsrin əvvəlləridir və Üzeyir Hacıbəylinin fəaliyyətləri ilə bağlıdır bunların 1-dən 3. Və dövrün nöqsanlarını tənqid edən əsərlərin çap edilməsi. Bəli, bu bilirsiniz ki, Əkinçi qəzeti və orada əməkdaşlıq edən ziyalılarımızın deyir ki, kitabımızda da deyilir ki, onlar o dövrdə bir çox tənqidi əsərlər yazırdılar. 2-4 doğru cavabdır. Azərbaycan tarixindən bəhs edən ilk əsərin yazılması, əlbəttə o nəinki həmən dövrdə, ondan əvvəl də orta əsrlər dövründə də bilirik ki, Azərbaycan tarixi haqqında kifayət qədər tarix əsərləri yazılıb. Ona görə bunu da çıxırıq. Yəni burada cavab C-dir, deməli 2-4. 84 sayılı sual. Deməli, uyğunluğu müəyyən edin. Möminə Xatun türbəsi ilə oxşar olaraq Dərbənd qalası Böyük Qafqaz Sıra dağları ilə Xəzər dənizi arasındakı ərazidə inşa edilmişdimi? Xeyr. Möminə Xatun türbəsi Naxçıvanda inşa edilib. Qafqaz Sıra dağlarına, Böyük Qafqaz dağlarına aidiyyəti yoxdur. Yerləşməsin. Pəri qalası Kürd çayından şimaldakı Azərbaycan torpaqlarında inşa edilmişdi. Pəri qalası bəli, Kürd çayından şimalda inşa edilib, Zaqatalada. Amma Möminə Xatun Kürd çayından cənubdadır. Deməli, bu oxşar deyil, fərqdir. Marağa Rəsədxanası Elxani hökmdarı tərəfindən inşa etdirilmişdi. Bəli, Marağa Rəsədxanası Elxani hökmdarı tərəfindən inşa edilsə də, Möminə Xatun türbəsi bilirsiniz ki, Eldənzilər tərəfindən inşa edilib. Ona görə bu da fərqdir. Əlincə qalası sığınacaq rolunu oynayan abidələrdəndir. Əlbəttə, amma Möminə Xatun türbə olduğu üçün bu fərqdir, oxşar deyil. Burada cavab Y-dir. Niyə görə? Çünki Oğlanqala qülləsi, Oğlanqala Naxçıvanda inşa edilən təpəgöz tikililərdən biridir və o harda yerləşir? Naxçıvanda. Eyni zamanda Möminə Xatun türbəsi də Naxçıvanda yerləşdiyinə görə bu artıq bu ikisi deməli bunların oxşarlığı sayılır. 85 sayılı sual. 1990-cı illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Həmən burada biz Natiq Qasımovu da düşünə bilərik, Tofiq Hüseynovu da, Rağuf Orucovu da, amma digər ifadə 44 günlük Vətən müharibəsindən sonra milli qəhrəman adlı layiq görülmüşdü. Burada bizim cavabımız bir dənə qalır, Natiq Qasımov. Davam edirik, 86 sayılı sual.
xəritə sualıdır və xanlıqlara aiddir. Xəritədə rəqəmlə göstərilmiş xanlıqlar üçün doğru olmayan fikri müəyyən edin. Deməli, birinci birlə işarələnmiş ərazi Qarabağ xanlığının ərazisidir. D-də Qarabağ xanlığında yazır ki, Pənahabadi adlanan metal pullarından zərb etdirilmişdir. Bəli, bu düzdür. Ki biz burada nə etməliyik? Doğru olmayanı tapmalıyıq. Deməli, bu düzdür, bunu çıxırıq. 2. İrəvan ərazisidir. B-də deyir ki, 1-ci Rusiya-Qacar müharibəsi zamanı Rus qoşunlarını məğlub etmişdir. Bəli, bunu da biz bilirik, bunu da çıxırıq. Burada deməli doğru cavabdır. Biz amma doğru olmayan istəyir. Sonra 3-ə baxırıq şəki. İlisu və Tabasaran sultanlıqları ilə həmsərhəd olmuşdumu? Bəli. İlisu buradadır, Tabasaran buradadır, İlisu da bu hissədədir. Deməli, o aiddir. Sonra 4. Quba. Quba Dərbənd xanlığını tabe etmişdimi? Bəli, Qubanın zaten yuxarısındadır Dərbənd. Bu da doğru ifadədir. Bəli, burada yanlış cavab, yəni doğru olmayan cavab C-dir. Ona görə biz C-ni götürməliyik. 5 ilə işarələnmiş ərazi, bir daha deyirəm, C doğru cavabdır. Çünki Qacarlar tərəfindən ələ keçirilməsi Rusiya və Qacarlar arasında müharibə səbəb olmuşdur. Xeyr, bu yanlışdır. Çünki Gəncə xanlığı işğal olunandan sonra Ruslar tərəfindən, daha sonra 1-ci Rus-Qacar müharibəsi başlayıb, Qacarların tərəfindən orada işğal olunması təbii ki, yanlış ifadə kimi götürülməlidir. Və gəlirik 87 sayılı suala. Şah İsmayılın hakimiyyət dövrünə aid olan hadisələri müəyyən edin. Deməli, burada Təbrizin Afqanların əlindən alınması bu Şeyx İsmailə aiddir. Buna diqqət eləmişsiniz hər halda. Qızılbaşların ilk dəfə Şirvanşahlar üzərinə yürüş etməsi, Gülüstan qalası mühasirəsi, bu da eyni məsələdir. Ərdəbilin Səfəvi şeyxləri tərəfindən idarə olmağa başlanması, bu zaten Şeyx Səfiyyəddindən başlayır. 13-cü əsr, burada doğru cavab, əlbəttə ki, nə qalır? D və Y, B cavabı doğru cavabdır. Bəli, Osmanlı dövləti ilə Səfəvilər arasında döyüşün baş verməsi Şah İsmayılın dövründə olub. Çaldıran döyüşü, Səfəvilər dövlətinin də cənub sərhədləri İran körfəzinə qədər uzanmışdır. 88 sayılı sual, deməli, Şirvanşahlar dövlətinə aid deyil. Bəli, cavab burada elə A-dır. 15-ci əsrin əvvəllərində Qızılbaş ola bilməz. Qızılbaşlar adlanması bilirsiniz ki, Şeyx Heydərin dövründən başlayır 15-ci əsrin sonlarından, ikinci yarısından. Ona görə də bu ifadə burada yanlışdır, əvvəl olmaz. Burada cavab A-dır. Digər ifadələr Şirvanşahlar dövlətinə aid ifadələrdir. İkinci Qarabağ müharibəsinin gedişində azad edilmiş ərazilərdə həyata keçirilmiş mədəni tədbirlərdəndir. Deməli, biz burada həm elə şey götürməliyik ki, elə bir ərazi götürməliyik ki, o ərazi Vətən müharibəsi dövründə azad olunsun və həm də ən əsası burada mədəni tədbir olsun. Məsələn, Qarabağ Universitetinin fəaliyyətə başlaması mədəni tədbir olsa da, Xankəndində fəaliyyətə başladığına görə, Xankəndi bilirsiniz ki, Vətən müharibəsi gedişində yox, antiterror əməliyyatı nəticəsində azad edilib, ona görə bunu çıxırıq. Xocalıda xatirə kompleksinin təməlinin qoyulması eyni məntiqlə, o da antiterror əməliyyatı nəticəsində azad olunduğu üçün, baxmayaraq ki, onu mədəni tədbir kimi götürmək olar, amma o da aid deyil. Su elektrik stansiyalarının fəaliyyətə başlaması, bu artıq iqtisadi məsələdir və eyni zamanda Kəlbəcər-Laçına aiddir. O da zaten müharibə gedişində yox, bəyanat nəticəsində olub. Hər iki məqamdan baxsaq, hər iki yerdən baxsaq, yenə də səhvdir. 7-ci Xarı Bülbül festivalının keçirilməsi bilirsiniz ki, Şuşada olub və Şuşa müharibənin gedişində mi azad edilib? Bəli, 8 noyabr və eyni zamanda mədəni tədbirdirmi? Bəli, ona görə burada cavab deyilir. Yeni hava limanı götürənlərin diqqətinə, yeni hava limanlarının inşa edilməsi bu iqtisadi məsələdir və ona görə də bunu mədəni tədbir kimi götürmək olmaz. Baxmayaraq ki, Füzuli və Zəngilanda inşa edilmiş sayılsalar da, əlbəttə bir daha deyirəm, bu mədəni sahəyə aid deyil, iqtisadi bir məsələdir. 90 sayılı suala baxırıq, xəritə sualıdır. Səfəvilər dövlətində ərazisi Tiflis yaxınlığından Arad çayına qədər uzanan Bəylərbəyliyi mərkəzi olmuş şəhəri xəritə üzərində müəyyən edin. Yəni bizdən tələb olunur ki, Qarabağ Bəylərbəyliyinin mərkəzi olan Gəncəni tapaq, o da 4-dür, 4 ilə işarələnib, D cavabı doğru cavabdır. Burada yenə də məlumat üçün deyək ki, Şamaxıdır, 5 Naxçıvandır, 3 Təbrizdir, 2 də Ərdəbildir. 91 sayılı sual, deməli, Venn diaqramıdır. Deməli, bu Venn diaqramında uyğunluğu müəyyən etməliyik, uyğunluğu. Kəsişmələrə düzgün baxmaq lazımdır. Məsələn, Manna, Atropatena, Albaniya 3 qədim dövlətimizdir. Bir də nəyi tapmalıyıq? Manna ilə Atropatena aid oxşarlığı. Baxırıq burada cavablara. Manna ilə Atropatena oxşarlığı nədir? Paytaxtı Urmiya gölü hövzəsində yerləşir. Yəni B getməlidir bura. 1B ilə başlayırıq. Artıq bunu silirik. Bunu da silirik. Sonra 2-də biz Atropatena ilə Albaniyanın oxşarlığını tapmalıyıq. Romalılarla mübarizə. Bu da 7-2-yə. Deməli 2 olmalıdır. 2 olmalıdır D. 2 olmalıdır D. Burada 2D olduğuna görə artıq cavab burada deməli D cavabıdır. Kontrol edək. 3 nədir? 3 Manna ilə Albaniyanın oxşarlığıdır. 3Y bəli ərazisində dövlətin adı ilə oxşar olan tayfa yaşayırdı. Mannalılar Mannada, Albanlar da Albaniyada. Ona görə də bu da gedir 3-ə və qalır 4. Yəni 3-ünə də oxşar olsun. 4 görürsüz.
üçünə də oxşar olmalıdır. Bu da nədir? Eradan əvvəl 1-ci minillikdə meydana gəlmək. Ona görə cavab burada deyil. Davam edirik. 92 saylı sual. Hansı cavab bəndində Osmanlı dövlətinin digər dövlətlərlə ümumi cəhəti doğru verilməmişdir? Çar Rusiyası ilə ümumi cəhətidir, Səfəvi dövlətinin ərazilərinin bir hissəsinin ələ keçirilməsi. Bu, deməli, doğrudur. Yəni, bu oxşardır. Yəni, hər ikisinin ümumi cəhətidir, hər iki dövlətin. Azərbaycan Xalq Cümhuriyyəti ilə ümumi cəhətidir, Bakı Sovetinin qüvvələrinə qarşı mübarizə aparmaq. Bu da hər ikisinə aid o ümumi cəhətdir. Oxşarlıq sayılır. C doğru cavabdır nəyə görə? İrəvan xanlığı ilə ümumi cəhətdir, Naxçıvan xanlığı ilə həmsərhəd olmaq. Bilirsiniz ki, Osmanlı dövləti 4 xanlığımızdan qonşu olub. Biri İrəvandır, Maku, Xoy, Urmiya. Amma onların arasında Naxçıvan yoxdur. Ona görə də bu yanlışdır və bu doğru verilməmişdir. Cavab C-dir. Təbii ki, digər cavab da D-də, Y-də artıq burada səhv deyil. Yəni, Osmanlı ilə Qacarların ümumi cəhətidir monarxiya olmaları, Osmanlı ilə Ağqoyunluğun ümumi cəhətidir Təbriz şəhəri uğrunda Səfəvilərlə mübarizə aparmaları. 93 saylı sual. Şah hökumətinin Güney Azərbaycanda muxtariyyət uğrunda hərəkatı yatıra bilməsinin səbəblərindəndir. Kitabımızda da bu haqda Təbriz mövzusunda qeyd olunub, xarici dövlətlərdən yardım alması. Digər cavablar təbii ki, yanlışdır və bunları çıxırıq. Ona görə də doğru cavab A-dır. 94 saylı sual. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri olmuşdur. Bilirsiniz ki, Fətəli xan Xoyski və Nəsib bəy Yusufbəyli olub sonradan. Ona görə də biz burada yeni götürməliyik. Davam edirik. 95 saylı sual. Azərbaycan tarixində daha sonra baş vermişdi. Himnimizin qəbul edilməsi 92-ci ildir. Himnimizin qəbul edilməsi 92-ci ildir. Əsir müqaviləsi 94-cü ildir. Qaradağlı faciəsi 92-ci ildir. Meydan hərəkatının başlaması 88-ci ildir. Qarabağ münaqişəsinin açıq müharibəyə çevrilməsi 91-ci ildir. Ona görə də biz burada əsir müqaviləsini götürməliyik. 96 saylı sual. Aşağıda adları verilmiş mədəniyyət xadimlərinin heç birinə aid deyil. Nizami Gəncəvi, Nəsrəddin Tusi, Fəzlullah Rəşidəddin. Elxanilər dövlətində fəaliyyət göstərmişdir Nəsrəddin Tusi ilə Fəzlullah Rəşidəddin. Yaradıcılığı Azərbaycan mədəniyyətinin intibat dövrünə təsadüf edir. Bu Nizami Gəncəvidir. Hülakülər dövlətində aparılan islahatlarda fəal iştirak etmişdir. Bu Fəzlullah Rəşidəddindir. Bəşər ustadı adlandırılmışdır. Nəsrəddin Tusidir. Bəli, doğru cavab C-dir. Niyə? Çünki türk dilində yazılmış poemalardan ibarət olan Xəmsənin müəllifidir. Nizami Gəncəvi kimi düşünə bilərsiniz, amma yanlışdır. Niyə? Çünki türk dilində yox, fars dilində yazıb o əsərlərini. 97 saylı açıq suallara keçirik. 97 saylı sual. 18-ci əsr Səfəvi dövlətinə aid hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. Baxırıq burada 18-ci əsrin birinci yarısına aid hadisələrdir. Təbii ki, burada ilk öncə 2-ci Təhmasib hakimiyyətə gəlməlidir. Daha sonra Nadir xan Əfqanlar üzərində qələbə əldə eləməlidir və 2-ci Təhmasib onu qoşun başçısı təyin eləməlidir. Daha sonra da Nadir xan Səfəvilərin tutulmuş Ruslar tərəfindən və Osmanlılar tərəfindən tutulmuş torpaqları geri qaytarmalıdır və ona görə də 1-3-2 ardıcıllığı olmalıdır. 98 saylı sual Əfşar tayfasının tarixinə aiddir. Bu da çətin suallarımızdan biridir. Deməli, burada biz görürük ki, deməli 1 doğru cavabdır. Niyə görə? Səfəvilər dövlətinin qurulmasında iştirak etməsi. Bəli, bilirsiniz ki, Səfəvilər dövləti Qızılbaş dövləti sayılır və Səfəvilər dövlətinin qurulmasında Qızılbaş tayfalarının böyük rolu olub və eyni zamanda Əfşar tayfası həmin Qızılbaş tayfalarından biridir. 2 olmaz, yanlışdır. Çünki 1-ci Pyotr 19-cu əsrin əvvəllərində olmaz, 18-ci əsrin əvvəllərində fəaliyyət göstərib. 3. Mərkəzi Kür və Araz çayları arasındakı ərazilərdə yerləşən yeni dövlətin əsasının qoyulması. Burada İrəvan xanlığı nəzərdə tutulur. Bəli, İrəvan xanlığı bilirsiniz ki, Əfşar tayfasının nümayəndəsi tərəfindən yaradılıb və İrəvan xanlığının ərazisi də bilirsiniz ki, Kür və Araz çayı arasında yerləşir. Ona görə digər doğru cavab 3-dür. 4 yanlışdır. İrəvan xanlığında Qacarların idarəçiliyinə son qoyaraq hakimiyyətə ələ keçirilməsi. Xeyr, tam tərsinə. Qacarlar Əfşar tayfasının hakimiyyətinə İrəvanda son qoyub. Burada tərsinə verilib. Diqqətli olmaq lazım idi. 4-ü götürmək olmaz. 99 saylı suala gəlirik. Azərbaycan SSR-nin 2-ci Dünya müharibəsindən əvvəlki dövr tarixinə aiddir. Yəni ki, bu belə olmalıdır. 1920-ci ildən 1939-cu ilə qədər olan hadisələri götürməlisiniz. Bolşeviklərə qarşı Gəncə üsyanının baş verməsi, bəli, zaten 1920-ci ilin mayında olub. Bunu götürürük. 1. Yusif Məmmədəliyev məsələsi bilirsiniz ki, müharibə illərində də olmaz. Qobustan Qayaüstü təsvirlərinin iş tədqiqatının başlanması 30-cu illər olduğu üçün bunu da götürürük. 4 də olmaz, çünki Uzaq Sahillərdə filmi Mehdi Hüseynzadəyə həsr olunub. O da müharibədən sonra çəkilib. Ona görə də burada cavab 1 və 3-dür. Davam edirik sonuncu sual. Deməli, sonuncu sualımız 100 saylı sual. Uyğunluğu müəyyən edin. Azərbaycan Respublikasının prezidentləri Heydər Əliyev, İlham Əliyev. Azərbaycan ordusunun döyüşlərdə ilk dəfə pualardan istifadə etməsi bu İlham Əliyevin dövrüdür. Sonra Mübariz İbrahimov Azərbaycan Milli Qəhrəman adının verilməsi, bu da İlham Əliyevin dövrüdür. Heydər Əliyevə aid olanlarsa Kitab-ı Dədə Qorqud dastanının 1300 illik yubileyin keçirməsi 2000-ci il
bilirsiniz bu hadisəni və bu Heydər Əliyevə aiddir. C. Deməli 31 martın Azərbaycanlıların soyqırım günü elan edilməsi, bu da Heydər Əliyevə aid olduğu üçün nə olacaq? 1 olacaq C, D, 2 də olacaq A, B. Beləliklə, TDV Bakı Türk Liseyinin qəbul imtahanında Azərbaycan tarixi fənni üzrə təqdim olunan sualların doğru cavablarını və izahlarını birlikdə nəzərdən keçirdik. Sağ olun, növbəti tədris videolarında görüşənədək.